Ermənistan Fransa tərəfindən kütləvi hücum silahları ilə təchiz edilir. Eyni zamanda Hindistan da Ermənistana zenit raket kompleksləri verir, həmçinin plakalar və digər döyüş vasitələrini ixrac etməklə məşğul olur. Bu sözləri News 24 açıqlamasında politoloq Tural İsmailov deyib. Onun sözlərinə görə Azərbaycanın Cənubi Qafqazda sabitlik üçün sülhdən danışdığı, sülh mesajları verdiyi bir anda Ermənistanın dayanmadan silahlandırılması, son dövrlər Ermənistan rəsmi şəxslərinin növbəti dəfə Azərbaycanın daxili işlərinə qarışmağa çalışması bir daha göstərir ki, Ermənistanın sistematik şəkildə müharibəyə cəlb edilməsi prosesi baş verir. Bugün Ermənistan nə qədər silahlandırılsa da, Ermənistan ordusundakı biabırçı məğlubiyyət eyfariyası, həmçinin haqlı ritorik suallar yaradır ki, belə olan təqdirdə necə Ermənistan Azərbaycanla müharibəyə cəhd edir? Təbii ki, bunun bir çox səbəbləri vardır. Nəzərə almaq lazımdır ki, bugün Ermənistanı qızışdıran Fransa və digər qüvvələr qorxurlar ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalayar. Çünki sülh müqaviləsinin imzalanması Ermənistanın Türkiyə ilə də münasibətlərin yaxşılaşması deməkdir və Ermənistanın tarixi missiyası Türk dünyasına Azərbaycan və Türkiyəyə qarşı bir təsir aləti kimi istifadə edilmək olduğu üçün indi həm də haqlı olaraq belə suallar var ki, bu formada davam edəcəyi təqdirdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını Fransa başda olmaq üzrə bəlli qüvvələr istəmirlər. Politoloq bunun səbəbini belə izah edir ki, bu zaman Ermənistandan təsir uçağı kimi istifadə edə bilməyəcəklər. Hər bir halda Ermənistanın son dövrlərdəki mövqeləri, eyni zamanda yeni lokal müharibələrə cəhd etmək prezidenti gözlənildiyi üçün sülh müqaviləsinin uzun müddət imzalanma ehtimalı yoxdur.